Alaçatının niyə bu qədər məşhur olduğunu hələ də anlaya bilmirəm. Yəni burada qeyri-adi bir şey yoxdur, amma çox turist cəlb edir özünə. Alaçatıya ikinci gedişimizdir. İlk gedişimizdə də bu Alaçatını düzünü desəm bəyənməmişdim. İlk öncə girdikdə belə bir dondurma yeri ilə qarşılaşdıq. Topu 60 TL olan çox dadsız dondurmalardan aldıq. Elə bilirdin, buz yeyirdin və dar küçələr, ətraf yalnız restoranlardan və butik otellərdən ibarətdir. Biz gündüz vaxtı getdiyimiz üçün elə də çox adam yox idi, amma yenə də adam az deyildi. Gecələr buralar tam dolu olur və restoranların qiymətləri çox baha, otellərin qiymətləri çox baha. Mən buranı bizim içəri şəhər və ya Lahıca bənzədirəm. Yəni biz istəsək içəri şəhərdə də, Lahıcda da belə bir turistik yer aça bilərik və buradan da qat-qat gözəl ola bilər və mağazalar var idi çoxlu, aksesuar mağazaları, belə fərqli Alaçatı yazılan fincanlar satılırdı. Hamısının qiymətləri də turistik yer olduğu üçün əlbəttə çox baha idi, amma baha olsa da hər kəs nəsə maraqlı bir şeylər almağa çalışırdı. Və çay molası verdik. Çay molası verdikdə İzmirin məşhur şirniyyatlarından sınamaq istədik. Mən İzmir bombasını çox sevirəm və fərqli belə bir şirniyyatlar da sifariş verdik. İzmir bombasının düzünü desəm qəti bəyənmədik. Xəmiri çox qalın idi. Yəni ləzzətli deyildi, amma burada darçınlı bir pirojna gətirdilər. Onun dadı çox ləzzətli idi. Ümumiyyətlə tərkibində darçın olan meyvəli pirojnaları çox sevirik. Belə Alaçatı sərgüzəştlərimiz də belə keçdi. Əgər Alaçatıya getmək istəyirsinizsə, mən Alaçatının yerinə Çeşməyə gedib daha gözəl yerlər görməyi və daha gözəl istirahət etməyi məsləhət görərdim. Çünki Çeşmənin gəzməli yerləri çoxdur. Bir sözlə insan Çeşmədən doymur. Mən Çeşməni çox sevirəm. Çeşmə haqqında da vlog paylaşacağım sizlərlə.